Rəsmi göstərilən 400 manat əmək haqqı ilə təbii ki, gecikməniz yoxdursa, ipoteka şərtlərimizdən yararlanmaq istəyirsiniz. O zaman 11.826 manat ödəməklə qanuni 2 otaqlı bir mənzil təqdim edəcəm sizlərə. İndi isə keçid alaq mənzilin daxilinə. İndi isə daxildə təqdimata davam edək, dəyərli izləyicilərim. İstəyirəm ilk öncə sizə qonaq otağı ilə tanış edim. Qonaq otağının ümumi görüntüsü belədir. Olduqca geniş və işıqlıdır. Vitraj pəncərələ təchiz olunur. Vitraj pəncərənin qarşısında dəmir məhəccəri olacaq. Təhlükəsizlik məqsədi ilə ümumi görüntüsünə bir daha nəzər salaq. Bura giriş koridoru hissəsidir. Giriş qapısı, girişdən sonra dəhliz dolabı üçün belə bir yeri var. Yataq otağımız. Və yataq otağının ümumi görüntüsü belədir. Yataq otağından kompleksin həyətyanı sayəsində baxaq. Onu da qeyd edim ki, kompleksin tam ortasında məktəb və bağça olacaq. Sizə hal-hazırda təklif olunan binalar bu istiqamətdə yerləşir. İnşallah 2027-ci ilin 1-ci rübündə tam təminli şəkildə təhvil veriləcək, dəyərli izləyicilərim. Hal-hazırda sizə göstərdiyim mənzil nümunə mənzildir, yəni 58 kvadrat metrdir, qanuni 2 otaqlı mənzildir. Girişdən sol tərəfdə ümumi hamam sanitar qovşağı yerləşir və mətbəx hissəmiz. Mətbəx hissəsində də eyvana birbaşa çıxış var və ümumi görüntüsü belədir. Dəyərli izləyicilərim, gəl ümumi məlumatlara bir daha nəzər salaq. Sizə göstərdiyim mənzil yenə də qeyd edim, nümunə mənzildir. Ümumi sahəsi 58 kvadrat metrdir. İnşallah bu mənzili əldə etsəz 2027-ci ilin 1-ci rübündə tam təminli şəkildə sizə təhvil veriləcək. İlkin ödəniş 11.826 manatdır hal-hazırda. Məhdud sayda mənzillərimiz qalıb, qanuni 2 otağın ən ideal proyektidir. Ətraflı məlumat, kvadrat seçimləri və qiymətlərlə bağlı mənim əlaqə